Maduro'nun, yəni Venezuela prezidentinin tutulması xəbəri yayılanda, çoxları bunun adi bir siyasi həbslə bağlı olduğunu düşündü. Güya arxa planda bir razılaşma olub, bir neçə gizli danışıqlar aparılıb və sonda hər şey bir uçuşla New York'a daşınıb. Amma reallıq bu qədər sadə değildi. Çünki belə səssiz və problemsiz köçürmələr, tam sükut içində həyata keçirilən əməliyyatlar siyasətçilərin işi deyil. Burada işin içində məhz bunun üçün hazırlanmış qüvvələr olur. Səssiz giriş, işsiz çıxış. Öz ölkəsində müharibə olmadan, işğal olmadan və dünyanın icra anını belə hiss etmədiyi bir şəkildə yüksək rütbəli bir şəxsi tutmaq yalnız bu cür senarilər üçün yaradılmış bir qüvvə tələb edir. İllərlə məşq edən, ən çətin şəraitdə belə hədəfi sağ ələ keçirməyi bacaran bir qüvvə. Elə bir vəziyyət ki, nə səhvə yer var, nə də artıq atəşə. Belə əməliyyatlarda bir yeganənin adı həmişə pıçıltı ilə çəkilir, hətta rəsmi olaraq deyilməsə belə. Tapmaq, tutmaq və dünyanın istənilən nöqtəsindən əsas şəxsləri köçürmək üçün qurulmuş bir yeganə. Bu qüvvə Delta Force-dur. ABŞ ordusunun ən məxfi birliklərindən biri ki, bir işə daxil olanda adətən sonu əvvəldən bəlli olur. Delta Force-un nə olduğunu, niyə bu qədər az danışıldığını və niyə belə həssas tapşırıqların onlara verildiyini anlamaq üçün biraz geriyə qayıtmaq lazımdır. Bu yeganənin necə formalaşdığı və məhz belə anlar üçün necə hazırlandığı nöqtəsinə. Delta Force onun əsas adıdır, amma başqa adlarla qarşılaşsanız təəccüblənməyin. Combat Applications Group, yəni CAG, Army Compartmented Elements, yəni ACE və ya Task Force Green. Bir yeganənin bu qədər adı olması təsadüfi deyil. Pentagon, yəni ABŞ Müdafiə Nazirliyi, qəsdən fərqli adlardan istifadə edir ki, bu qüvvə ilə bağlı məlumatdan yayılsın və aydın bir görüntü formalaşmasın. Nəticədə isə bu yeganə dünyada ən çox Delta Force adı ilə tanınır. Bu birlik ABŞ ordusuna tabedir, yəni quru qoşunlarına. Əlbəttə, ABŞ ordusu təkcə quru qoşunlarından ibarət deyil. Hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrinin də öz xüsusi birlikləri var və bəziləri hətta Deltadan da daha mürəkkəb əməliyyatlar icra edir. Onlara da çatacağıq, amma hələlik diqqətimizi Delta Force üzərində saxlayaq. Delta Force-un ən önəmli xüsusiyyətlərindən biri odur ki, demək olar heç vaxt görünmür. Əməliyyatları səssiz başlayır və səssiz bitir. Onlar haqqında adətən heç bir xəbər yayılmır, çünki əməliyyatların məxfilik səviyyəsi son dərəcə yüksəkdir. Yalnız çox xüsusi hallarda, məsələn çox yüksək rütbəli siyasi fiqurun tutulması zamanı, məlumatın kiçik bir hissəsi mediaya sızır. Delta Force-a verilən tapşırıqlar dünyanın ən çətin hərbi missiyaları sayılır. Girov xilas etmə, antiterror əməliyyatları, kəşfiyyat və casusluq missiyaları, assassination adlanan, yəni hədəfin aradan götürülməsi əməliyyatları və sonda müxtəlif ölkələrdə yüksək səviyyəli şəxslərin tapılıb tutulması. Maduro hadisəsi bunun ən məşhur nümunələrindən biridir. Bu tip missiyaların ən çətin tərəfi odur ki, əməliyyat qansız, əlavə itkisiz və minimum qarşı durma ilə icra olunmalıdır. Bir ölkəyə daxil olursan, hədəfi tapırsan, onu sağ tutursan və arxada aydın iz qoymadan çıxarırsan. Bu film kimi səslənir, amma real həyatda həyata keçirilib. Bəziləri bu hadisəni Panamada Manuel Norieganın tutulması ilə müqayisə edir, amma orada vəziyyət tam fərqli idi. Panamada ABŞ ordusu açıq şəkildə müharibəyə girdi və ölkəni işğal etdi. Noriega paytaxtın ələ keçirilməsindən sonra tutuldu. Bu klassik bir hərbi əməliyyatı idi, gizli bir Delta Force missiyası yox. Delta Force son dərəcə çevik bir qüvvədir. Tapşırığa görə görünüşünü, metodunu və hətta əməliyyat strukturunu dəyişə bilir. Amma əsas sual budur. Bu qüvvənin üzvləri haradan gəlir? Delta Force adi əskər qəbul etmir. Əsasən, ABŞ ordusunun Green Berets, yəni yaşıl beretlilərindən seçilirlər. Yəni artıq özü-özlüyündə xüsusi təyinatlı olan şəxslərdən. Delta Force haqqında az bilinən, amma çox önəmli bir məqamda var. Bu birliyin üzvləri özlərini tanıtmaq hüququna malik deyirlər. Digər bəzi xüsusi qüvvələrdən fərqli olaraq, Delta Force üzvləri nə podkastlara çıxır, nə kitab yazır, nə də müsahibələr verir. Hətta təqaüdə çıxdıqdan sonra belə adətən susurlar. Bu qərarın rəsmi səbəbi açıqlanmayıb, amma bu səssizlik yəqin ki, yeganənin varlıq fəlsəfəsinin bir hissəsidir. Bu arada,
Navy SEALs kimi birliklər əməliyyat baxımından heç də zəif deyillər. Hətta bəzi sahələrdə daha geniş imkanlara malikdirlər. Çünki həm quruda, həm dənizdə, həm də havada fəaliyyət göstərə bilirlər. Bu barədə də danışacağıq, amma indi Delta Force-u yekunlaşdıraq. Delta Force 1977-ci ildə formalaşdırılıb və sonradan məlum olan ilk böyük əməliyyatlarından biri Eagle Claw əməliyyatı idi, yəni Tehrandakı ABŞ səfirliyində saxlanılan girovların xilas edilməsi missiyası. Delta Force və CIA qərara gəlir ki, İrana Tabas səhrası üzərindən daxil olsunlar və girovları azad etsinlər. Amma Tabas bölgəsində baş verən qum fırtınası əməliyyatın uğursuzluqla nəticələnməsinə səbəb olur. Əməliyyatın niyə uğursuz olduğu ilə bağlı müxtəlif fikirlər var. Həm İran, həm də ABŞ əsas səbəb kimi qum fırtınasını göstərir. Başqa nəzəriyyələr də səsləndirilib, amma heç biri etibarlı sübutla təsdiqlənməyib. Ən maraqlısı isə budur ki, o dövrdə insanlar Delta Force-un mövcudluğundan belə xəbərsiz idi. Bu əməliyyatın onlara aid olduğunu demək isə ümumiyyətlə mümkün değildi. Delta Force, ABŞ-ın İraqa hücumundan sonra tədricən ictimaiyyətə tanınmağa başladı. Pentagon və CIA köhnə sənədləri mərhələli şəkildə açıqlamağa başlayandan sonra. Məhz buna görə bugün bilirik ki, Delta Force bir çox mühüm əməliyyatlarda iştirak edib. Onların ən məşhur missiyalarından biri isə Saddam Hüseynin tutulmasıdır. Red Dawn, yəni Qırmızı Sübh adlanan əməliyyat. Planlaşdırma və birbaşa tutma işi Delta Force-un üzərinə düşürdü. İndiyə qədər danışdıqlarımız qəsdən açıqlanmasına icazə verilmiş az sayda əməliyyatlardır. Məcbur olduqları üçün yox, istədikləri üçün. Çünki güc nümayişi də müharibənin bir hissəsidir. Və indi Delta Force-dan sonra bir çoxlarının fikrincə onlardan belə daha soyuqqanlı və daha mürəkkəb işləyən bir qüvvəyə gəlirik. ABŞ hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı birliyi, dünyanın Navy SEALs adıyla tanıdığı qüvvə. SEAL sözü ilk baxışda FOC mənasını verir, amma əslində bu bir qısaltmadır. Sea, Air, Land sözlərinin baş hərflərindən yaranıb, yəni dəniz, hava və quru. Bu ad təsadüfi seçilməyib. Çünki bu birliyin mövcudluq fəlsəfəsi məhz budur. Harada olursa olsun, əməliyyat apara bilən qüvvə. Nə quruya, nə dənizə, nə də havaya bağlı qalmadan. SEALs birliklərinin məşhur bir şüarı var və mənası çox sadədir. Yeganə asan gün dünən idi. Yəni, bu yola girdinsə, bundan sonra rahatlıq anlayışı yoxdur. Nə təlimdə, nə əməliyyatda, nə də şəxsi həyatda. Bir çox xüsusi təyinatlı birliklər yalnız bir növ əməliyyata fokuslanır. Amma SEALs tam fərqlidir. Dalğıclıq, paraşütlə eniş, quru döyüşü, kəşfiyyat, sabotaj, terrorla mübarizə, düşmən arxasında əməliyyatlar. Bunların hamısı onların işinin bir hissəsidir. Amma ümumiyyətlə belə bir qüvvə niyə yaradıldı? Bunun cavabı bizi 1960-cı illərin əvvəlinə aparır. 1962-ci ilə. Soyuq müharibənin ABŞ ilə Şərq bloku arasında zirvəyə çatdığı dövrə. Həmin vaxt ABŞ prezidenti olan John F. Kennedy belə bir nəticəyə gəlir ki, Amerika ordusuna fərqli bir qüvvə lazımdır. Səssiz, gizli və az sayla, amma maksimum təsir gücü olan bir birlik. Əsas məqsəd nə idi? Xüsusilə Latın Amerikasında fəallaşan kommunist partizan qruplarına qarşı mübarizə. ABŞ klassik ordu ilə bu məsələyə girsəydi, bir neçə ölkəyə eyni anda müdaxilə etməli idi. Bu isə baha başa gələn, çox itki verdirən və siyasi qalmaqallı bir yol idi. Kennedy'nin seçdiyi yol isə fərqli idi. Kiçik, son dərəcə peşəkar və tam gizli bir yeganənin yaradılması. Navy SEALs'ın ilkin əsasını UDT adlanan qüvvələr təşkil etdi. ABŞ-ın sualtı dağıdıcı komandaları. İkinci Dünya müharibəsinə qədər uzanan təcrübəsi olan son dərəcə bacarıqlı dalğıçlar. UDT birlikləri 1942-ci ildə yaradılmışdı. O dövrdə ölkələr bir əməliyyat üçün minlərlə əskər göndərir, böyük itkilər verirdi. Amma bu komandalar az sayla böyük əməliyyatlar həyata keçirirdi. Az itki, yüksək uğur.
Navy SEALs rəsmi şəkildə formalaşdıqdan sonra UDT faktiki olaraq bu yeganənin tərkibinə qatıldı. Əvvəlki əsas hədəf Latin Amerikası olsa da, SEALs-ın ilk real döyüş təcrübəsi Vyetnam müharibəsində oldu. Vyetnamda SEALs birlikləri adətən adi ordunun çətinlik çəkdiyi bölgələrə göndərilirdi. Məsələn, minalanmış ərazilərə. Məqsəd onların qurban olması deyildi. Məqsəd bu sahələrdən keçə bilən yeganə qüvvə olmaları idi. Mina aşkarlanması, gizli sızma və digər qüvvələr üçün yol açmaq. Bu birliyin ilk rəsmi komandası SEAL Team 1 adlanır. Təxminən 300 komandadan ibarət idi. Maraqlısı odur ki, heç vaxt hamısı birlikdə əməliyyata göndərilmirdi. Komandir tapşırığa görə qərar verirdi. Bəzən 20 nəfər, bəzən 10 nəfər, bəzən isə cəmi 5 nəfər. Kiçik, dəqiq və ölümcül əməliyyatlar. İlk gündən SEALs-a qəbul imtahanları dünyanın ən çətin hərbi sınaqları sırasında olub. Bu sınaqlar təkcə fiziki gücü yoxlamırdı, insanın psixologiyasını da sındırırdı. Zaman keçdikcə bu təlimlər daha da ağır və mürəttəb hala gəldi. SEALs-a daxil olan biri əvvəldən tam formalaşmış əskər olmalıdır. Təkcə atıcı və ya dalğıc yox. Peşəkar paraşütçü, bacarıqlı dalğıc, dəqiq atıcı və ən əsası həyatla ölüm arasında düzgün qərar verə bilən bir zehin. Xarici dilləri bilmək də böyük üstünlük sayılırdı. Çünki əməliyyatların çoxu ABŞ-dan kənarda aparılırdı. Vyetnam müharibəsindən sonra Navy SEALs tədricən ABŞ ordusunun ən önəmli xüsusi təyinatlı dirliyinə çevrildi. Yüksək dəqiqlik tələb edən hər gizli əməliyyat adətən onlara tapşırılırdı. 1970 və 1980-ci illərdə əsas fəaliyyət sahələri Latin Amerikası idi. Panama, Grenada, Nikaragua və digər bölgələr. Daha az bilinən bir məqam isə budur ki, İran-İraq müharibəsinin sonlarına doğru SEALs birlikləri Fars körfəzində də yerləşdirilmişdi. Neft tanker müharibəsinin başladığı dövrdə onların vəzifəsi ABŞ və müttəfiqlərinə aid tanker gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək idi. Körfəz müharibəsi başlayanda və ABŞ İraqa hücum edəndə SEALs yenidən bölgəyə göndərildi. Bu dəfə məqsəd işğal altındakı Küveytdə kəşfiyyat toplamaq və imkan olarsa İraq ordusunun yüksək rütbəli komandirlərini zərərsizləşdirmək idi. Bundan sonra SEALs-ın Qərbi Asiyadakı fəaliyyəti daha da artdı. Əfqanistan müharibəsi, 1-ci və 2-ci İraq müharibələri bu yeganənin uzun müddət bölgədə qalmasına səbəb oldu. Davamlı iştirak isə onların dünya miqyasında tanınmasını sürətləndirdi. ABŞ da bu şöhrətdən təbliğat məqsədi ilə istifadə etdi. SEALs təlimlərindən görüntülər Discovery kimi kanallara verildi və çoxlu sənədli filmlər çəkildi. Amma Navy SEALs-in dünya miqyasında tanınmasının zirvə nöqtəsi 2011-ci il oldu. Pakistan ərazisində Usama bin Ladenin öldürüldüyü əməliyyat. Bu əməliyyat SEAL Team 6 tərəfindən həyata keçirildi. Məhz bu andan sonra Navy SEALs adı bütün dünyada tanındı. ABŞ ordusu sonradan açıqladı ki, bu əməliyyatdan sonra SEALs-a müraciət edən könüllülərin sayı dəfələrlə artıb. Bu yola girən məşhur simalardan biri də David Goggins idi. Sonradan iradə və dözümlülüyün simvoluna çevrilən bir insan. Goggins ilk cəhddə uğursuz oldu, halbuki fiziki baxımdan hazır idi. Amma ikinci dəfə bacardı. Onun sözlərinə görə, bu sınaqlardan keçən insanlar adi insanlar deyil. SEALs haqqında maraqlı bir fakt da odur ki, itkilərin böyük hissəsi döyüşlərdə yox, təlimlərdə baş verir. Elə təlimlər ki, insan bədənini tam sərhəddə aparır. Hollywoodda bu yeganənin məşhurlaşmasında böyük rol oynadı. Lone Survivor, American Sniper, Zero Dark 30 və digər filmlər SEALs obrazını kütləvi mədəniyyətə daşıdı. Bu yeganə ilə bağlı xüsusi bir məqam da var ki, uzun illər yalnız kişilər qəbul edilirdi. 2015-ci ildə qadınlara da icazə verildi. Amma faktiki olaraq heç bir namizəd sınaqları uğurla keçə bilmədi. Çünki testlərdən biri təxminən 100 kiloqramlıq bir kişini çiynində daşıyıb çətin maneələrdən keçməyi tələb edir. Bu isə çoxları üçün mümkünsüzdür. Bugün SEALs komandoları bir növ hərbi məşhurlara çevrilib. Dəvətlər, çıxışlar, podkastlar və şəxsi təcrübələrin paylaşılması. Ən məşhurları David Goggins'dir. Onun tanınması yalnız SEALs-la bağlı olmasa da bu birlik onu bir fenomenə çevirdi. Az danışılan amma çox önəmli bir mövzu da Navy SEALs-dakı səssizlik mədəniyyətidir.
Bu yeganənin üzvləri hətta təqaüdə çıxdıqdan sonra belə bir çox əməliyyatın detalları haqqında danışa bilməz. Bəzi əməliyyatlar rəsmi olaraq heç vaxt qeydiyyata alınmır. Səbəb sadədir. Bir əməliyyatın varlığı bilinmirsə, düşmən də ona hazırlaşa bilməz. SEALS-in şöhrətinin bir hissəsi məhz heç vaxt açıqlanmayan bu əməliyyatlardan gəlir. Navy SEALS sadəcə bir hərbi birlik deyil. Bu bir düşüncə tərzidir. Deyir ki, əgər ən çətin yolu seçmisənsə, artıq heç bir günün asan olmayacaq. Biz çalışırıq ki, ən yaxşı elmi mövzuları və dünya üzrə kəşfləri sizin üçün vizual şəkildə təqdim edək. Kanalımıza abunə olaraq bizi dəstəkləyə bilərsiniz. Şərhlərinizi oxuyuruq, ona görə də bu videonun mövzusu ilə bağlı fikirlərinizi səbirsizliklə gözləyirik.